Düzgün fikirləri müəyyən edin. Mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Doğru fikir. Mürəkkəb sifətin tərkibində sifət işlənməyə bilər. Bu fikir də doğrudur. Mürəkkəb sayın tərkibində sual əvəzliyi işlənə bilməz. Bu fikir yanlış fikirdir. Mürəkkəb əvəzliyinin tərkibində isim işlənə bilər. Bu fikir də doğru fikirdir. Deməli 1, 2, 4 doğrudur. 3 və 5 yanlışdır. Necə 1, 2, 4 doğrudur bəs? Mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Bəli. Məsələn, gəl, ha, gəl. Eyni feildir, aha ilə bitişib. Mürəkkəb sifətin də tərkibində sifət işlənməyə bilər. Rəng, a, rəng. Eyni isimdir, ortasında a-dan istifadə olunub. Yəni, sifət işlənməyə bildi mürəkkəb sifətin tərkibində. Amma məsələn, mürəkkəb sayın tərkibində deyir, sual əvəzliyi işlənə bilməz. Səhv deyir. Bəs bir neçə mürəkkəb sayında niyə neçə sual əvəzliyi işlənibdir? Sonra dördüncü. Mürəkkəb əvəzliyinin tərkibində isim işlənə bilər? Bəli, işlənə bilər. Məsələn, hər şey. İsim işlənə bilir mürəkkəb əvəzliyinin tərkibində. Mürəkkəb zaman zərfinin tərkibində sifət işlənmir. Bu fikir də yanlış fikirdir. Doğru fikir 1, 2 və 4.